Sizleri ikinci hisseden salamlayıram. İlk yarıya Ağcabədi futbol komandası 3-1'lik üstünlüğüyle ayrılıb. Ve ikinci hissede bizi neler gözlüyor? Region Ligasının 4. turunda Ağcabədi futbol komandası öz evinde İstiqlal futbol komandasını qonaq edir. Ve üstün tərəfdə elə onlar da. İkinci yarıda bu 15 dəqiqəlik fasilə ne tür dəyişikliklərlə gələcək? Meydana bir qədər göz yetirdikdə 13 dəyişikliyi mən görmürəm. İstiqlal futbol komandası ilə start heyəti ilə başlayır ikinci hissəyə. Böyük ehtimalla ikinci hissənin sonlarına doğru 13 dəyişiklikləri başlayacaq. Nəzərinizə çatdırım ki, ilk dəyişikliyi amma ediblər. İlk hissədə məhz Fərid Quliyevi Tural Baxşizadə əvəzləyir. Bu da qarşılaşma start götürdü. Əbülfəzəl Əkbərov saxlamadan endirdi zərbəni. Bir qədər qeyri-dəqiq alındı bu zərbə. Müdafiənin ən gerisinə düşüncəsi. Məhz meydanda saxlamaq mümkün olmadı. Hesab 3-1. Xoş gördük yanımıza. Ağcabədi futbol komandası öz evində üstün tərəfdir. Elcan Süleymanov məhz İlqar Əhmədova bıraxdı bu tac atışını. O da yerinə yetirdi elə Elcan Süleymanovun özü ilə. Tural Baxşizadə qarşıladı. Sonrasında Mehdi Məmmədov. Asif Əhmədov ötürməsi. Keçmir bu ötürmə. Sənan Nəsirov qarşıladı. Topu məhz komanda yoldaşları üçün havalandırsa da rəqbi komandanın kapitanı qarşıladı. Geri planda Zahir Hüseynov sürətlənib, amma təbii ki də bu mümkün olmadı. Müdafiə özünü çatdırdı. Tamerlan Zeynalov. Tural Baxşizadə. Səhvimi düzəldim, Tural Baxşizadə ilə deyil. Elə Tural Baxşizadə ilə, bəli. Mehdi Məmmədov ötürməni qəbul edə bilmədi. İndi isə bir Ağcabədi hücumuna şahidlik edirik. İlqar Əhmədov təzyiqini buraxmır sona qədər. Elcan Süleymanov özünü çatdırmağı bacardı. Əbülfəzəl Əkbərov oynadı. Zahir Hüseynov. Ötürməsi Mehdi düşüncəsi var idi, amma müdafiə yenə ön xət özünü çatdırmağı bacardı müdafiənin gerisinə. Zərbə şansı, qapı boşladı. Az fərqlə out. Az fərqlə əldən qaçır bu şans. Fərqi 3'ə qaldırmaq adına. Sənan Nəsirov. Kapitan. Onun da bu qarşılaşmada kritik müdaxilələri var. Rəqibi olsun, topu olsun. Zahir Hüseynov müdafiənin gerisinə Nurlan Hacıyevə. Sağ açıqda sürətlənib. Ötürmə şansı yaranmır. Təhlükə hal-hazırda soğuşmayıb tam şəkildə. İndi isə hal-hazırda Ağcabədinin bir hücumunu izləyəcək. Hesab 3-1. Ağcabədi futbol komandası üstün tərəfdir. Sənan Nəsirov qarşıladı. Tural Baxşizadə ilə oynadı. Tam hücum şəkli qurula bilinmir. Hal-hazırda İstiqlal futbol komandası istədiyi kimi Tamerlan Zeynalov sağ açıqda. Sürətlənsə də məhz topu meydanda saxlamaq mümkün olmadı. Tac atışını Ağcabədi futbol komandası yerinə yetirəcək. Zahir Hüseynov və Nurlan Hacıyevin də orada presingi var idi, təzyiqi var idi rəqibə. İstiqlalın qapıçısı hal-hazırda Çərkəz Hüseynov'da. Tamerlan Zeynalov, Asif Əhmədov oynadı. Zahir Hüseynov sürətlənsə də məhz müdafiə özünü çatdırmağı bacardı. Əbülfəzəl Əkbərov qarşıladı. Geri planda sürətlənib Əbülfəzəl Əkbərov. Az fərqlə out. Əldən qaçır bu şansla. Əbülfəzəl Əkbərov ötürməni çox yaxşı aldı. Gözəl çevrildi. Rəqiblərindən qurtuldu.
Məhz o dəqiq zərbəni indirmək mümkün olmadı. Xeyr, Qarabağ Chelsea ilə ikinci səfər qarşılaşmayacaq. Əgər qrupdan çıxarsa da və yaxud da qrup halında play-offa ikisi də qalarsa bir ehtimal var. Amma hal-hazırda ikisi təkrarən qarşılaşmayacaq. Meydanda saxlamaq mümkün olmadı. Sürətli başladı. Asif Əhmədova doğru. Asif Əhmədov Zahir Hüseynova doğru ötürdü. Qapı qarşısında təhlükə var. Bir qədər tələsmir. Ötürməsi keçmədi. İndi gün zərbəsi yerinə yetirəcək İstiqlal futbol komandası. Fərqi azaltmaq adına. Hesab 3-1. İstiqlal futbol komandası qarşısında Ağcabədi futbol komandasının 3-1'lik üstünlüyü var. Topun başında Əbülfəz Ələkbərov. Bəs İstiqlalın gol silahı, məhsullar ötürmə silahı Mehdi Məmmədovla oynadı. Bəs cınaq dəyişikliyi gəldi ötürməklə. O da istədiyi kimi alamadı. İndi İlqar. Bəs Əhmədov da topa yetişməyi mümkün oldu. Turol Baxzadə. Mehdi Məmmədov. İstədiyi kimi alınmır. Sənan Nəsirov geri planda qarşıladı. Ötürməsi Mehdi Məmmədova. Tamerlan Zeynalov. Və bu da istədiyi kimi alınmır bu ötürmədəmə. Sürətli başladılar. Müdafiənin gerisinə Sənan Nəsirov qarşıladı. İlqar Əhmədov istiqamətində özündə çox yaxşı saxlamağı bacardı bu zərbəni, bu ötürməni. Ən geriyə qapışı ilə oynadı. Elcan Süleymanov. Tural Baxzadə ilə oynadı. Mehdi indi sürətli qazandırıb topa müdafiənin gerisinə Əbülfəz Ələkbərov sürətlidir. Son anda o kritik müdaxilə gəlir müdafiəçidən. Gün zərbəsini yeni itirəcək İstiqlal futbol komandası Əbülfəz Ələkbərovla. Lap yaxşı. Ötürməklə oynasa da məhz tac atışına gedir. İndi isə tac atışını yerinə yetirəcək Ağcabədi futbol komandası. Mehdi Məmmədov, Elcan Süleymanov sonrasında qarşılasa da məhz rəqib oyunçunu ram etmək mümkün olmadı. Nurlan Hacıyev də sürətlənib indi Tamerlan Zeynalov istiqamətinə. Bir hücum şansı yaranıb Ağcabədi futbol komandası adına. Bir zərbə qeyridə qalır. Şot 3-1. Hesab hal-hazırda 3-1'dir. Ağcabədi futbol komandası üstün tərəfdir. Ev sahibi. İlqar Əhmədov çox rahat aldı topu. Əbülfəz Ələkbərov istiqamətinə. Təhlükəli ola bilər. Ötürməsi keçmədi. Əbülfəz Ələkbərovun təzyiqi davam edir. Zahir Hüseynova doğru. Keçid vermir müdafiə. İnamlı oynuyor. Müdafiənin ən gerisinə. Məhz bir anda qapıcı da qamətini itirdi. Yerdə qalsa da özünü toparlamaq mümkün oldu. Elcan Süleymanov. İlqar Əhmədova doğru. Müdafiənin ən gerisinə bir toxunuş da var. Zahir Hüseynov üzərində saxladı, amma istədiyi kimi zərbəni indirmək mümkün olmadı. Şans bugün onun yanında deyil. Məhz gol qeydi alsa da ilk yarıda qaçan şanslar çoxlu saydadır. Hesabı bilənlər, bilməyənlərə chat bölməsində qeydə alsın, hər dəfəsində hesabı təkrarlamayaq. Sənan Nəsirov oynadı, Elcan Süleymanov. Tamerlan Zeynalov, Asif Əhmədov istiqamətinə yenə bir müdaxilə, yenə kritik bir müdaxilə gəlir məhz müdafiəçilərdən. Hal-hazırda ikinci yarıdayıq. Çatdıra bilsən, gələrsən. Tac atışını Tamerlan Zeynalov yerinə itirəcək.
Ehtimalı qısa oynayacaq, elə də qısa da oynadı. Tamerlan Zeynalov. Mehdi Məmmədov ötürməsi, Asif Əhmədova doğru. Nurlan Hacıyev də təzyiq göstərsə də alınmadı. Əbülfəzəl Əkbərov özünü çatdırmaq mümkün oldu. Bir qayda pozuntusu. Məhz Əbülfəzəl Əkbərovdan Ağcabədi futbol komandası oyuncusu yerdə qalır. Bu epizod sonrası. Enisa standart vəziyyəti Ağcabədi futbol komandası yerinə yetirəcək. Ağcabədidə artıq oyuncu dəyişiklikləri var. 55 nömrə və 8 nömrə meydana daxil olur. Meydandan çıxan hal-hazırda 4 nömrə. Heç kimə mod vermirəm. Və bəli, bütün dəyişikliklər baş tutdu. İstiqlal futbol komandası isə hal-hazırda heç bir dəyişiklik etməyib. Sadəcə ilk yarıda. Qapı qarşısına götürmə Məmməd Sakib oyunu dayandırır. Mehdi Məmmədov sürətlənib. Əhmədov. İlqar Əhmədov müdafiənin gerisinə. Fuad Hacıyev düşüncəsi. Məhz bir qədər Zar Hüseynov. Səhvi mücəddin Fuad Hüseynov deyil. Qapı qarşısına zərbə mümkün olmadı. Çox yaxşı düşünülmüşdü bu zərbə, bu ötürmə. Müdafiə son anda blokladı. Sənan Nəsirov. Hücum davam edir Nurlan Hacıyevlə. Yenidən bir müdaxilə. Keçid bir millər rəqibə. Tamerlan Zeynalov tac atışını yerinə yetirdi. Tural Baxsadə ilə oynasa da məhz müdafiə ram etməyi bacardı. Daha doğrusu Ağcabədi futbol komandasının hücum bölməsi. Tamerlan Zeynalov tac atışını yerinə yetirir. Tamerlan Zeynalov, Asif Əhmədov oynadı və offside bayrağı havadadır. Bu səhvi görmək lazımdır. Məhz offside görmədi Asif Əhmədov. Birbaşa zərbəni indirdi, amma geridə qalır. Ağcabədi rayonunda. İlqar Əhmədov. Müdafiənin ən gerisinə düşünsə də qarşılandı. Tural Baxsadə. Sonrasında Elcan Süleymanov. Yenidən Tural Baxsadə. Müdafiənin yenidən ən gerisinə. Nurlan Hacıyev. Sağ aşağıda hücum qurulub. Zar Hüseynov sürətlənib. Təzyiqi bıraxmadı. Məhz müdafiəçilər bunu ram etməyə bacardı. Uşaqlar ekranı bəyənində. 10.000 bəyən eləyində ekranı. Ağcabədi deyil, bəli Ağcabədidir. Şot 3-1. Daha doğrusu hesab 3-1. Ağcabədi futbol komandası üstün tərəfdir. Mehdi Məmmədov mübarizəni yaxşı apardı. Ötürməsi Zeynalova. Tural Baxsadə topa balandırdı. Asif Əhmədov üçün Əbülfəzəl Əkbərov da sürətlənib. Nurlan Hacıyev bir qədər geriyə. Mehdi Məmmədov oynadı. Tural Baxsadə sol diagonal ötürməsi İlqar Əhmədova. Əbülfəzəl Əkbərov yerdə qalır və qayda pozuntusu.
Topun başında Əbülfəz Ələkbərovu görürəm mən. Oyuncu dəyişiklikləri də baş tutacaq İstiqlal futbol komandasında. Bu arada birazdan sizinle paylaşacağım. Qapı qarşısına ötürmə. Bir zərbə son anda xətt üzərində. Xətt üzərində uzaqlaşdırmaq mümkün olur. Bu Zahir Hüseynovun zərbəsi idi. Və mən meydanın kənarında 17 nömrəsi ilə Elcan Məmmədzadəni görürəm. Böyük ehtimalla İstiqlal futbol komandasının ikinci oyuncu dəyişikliyi başlayacaq birazdan. Hətta isinən oyuncular da var. Rəşad Əliyev də isinir. Əbülfəz Ələkbərov gün zərbəsini yerinə yetirəcək. Məhz bayrağı çıxartdı. Hakim də etirazını bildirir ki, o bayrağı niyə çıxardırsan axı? Əbülfəz Ələkbərov da böyük ehtimalla zərbəyə mane olduğu üçün bayrağı çıxartdı yerindən. Əbülfəz Ələkbərov gün zərbəsini yerinə yetirəcək. Kısa bir ötürmə ilə Asif Əhmədov oynadı. İndi təkrardan Əbülfəz Ələkbərov birbaşa qapı qarşısına ötürmə. Yerdən gəldi bu ötürmə. Uzaqlaşdırmaq mümkün oldu Əbülfəz Ələkbərov. Meydanda saxlamaq mümkündür topu. Mehdi Məmmədovun təzyiqi davam edir rəqibə. Əbülfəz Ələkbərova tuş gələn bu zərbə meydanı tərk edir. Hal-hazırda da bunu da qeyd edək ki, İstiqlal futbol komandasında oyuncu dəyişikliyi hal-hazırda baş tutmayıb. Hətta 2 oyuncu dəyişikliyi olacaq. İstiqlal futbol komandasında Rəşad Əliyev və Elcan Məmmədzadə meydana daxil olmağa hazırlaşır. Nurlan Hacıyev özündə saxladı, bir qədər tələsmədi. İndi Tamerlan Zeynalov oynadı. Təkrardan Nurlan Hacıyev. Ağcabədi futbol komandası məhz Ağcabədi rayonunda İstiqlal futbol komandasını qonaq edir. Və üstün tərəfdə ev sahibi Ağcabədi futbol komandasında 3-1'lik hesabla. Orxan Əliyev ondan bir ayağına top gəldi. Bir də geçidcimdə deyək, ediciyədə, alternativ çıxmışlar, onlar. Allah'ını iştirak sen. Elə oyuncu dəyişikliyi artıq baş tutur. Meydanı Elcan Süleymanov tərk edir. Onu əvəzləyən oyuncu isə elə adaşı Elcan Məmmədzadədir. 17 nömrəsi ilə Rəşad Əliyev də meydanda da artıq Nurlan Hacıyev əvəz edir. Məhz Rəşad Əliyev. Bu dəyişikliklər nə cür təsir başlayacaq İstiqlal futbol komandasından? Artıq 3-1'lik üstünlük təşkil edir. Qələbə daha şəffaf görsənir. Uzun oynadı. Məhz Əbülfəz Ələkbərova gəlmədən müdafiə uzaqlaşdırmağı bacardı. Tamerlan Zeynalov. Mehdi Məmmədova doğru indi İlqar Əhmədov qarşıladı. Bir tərs vuruş. Topa yetişmək isə mümkün olmadı. Əhmədov qarşıladı. Yerdə qalır Asif Əhmədov. Sənan Nəsirov qarşıladı. Azlıqda yaxalayıb rəqibi. Ötürmə bir qədər geri dəqiqdir. İkinci zərbə Sənan Nəsirov. Üçüncü zərbə məhz bu dəfə qeyri dəqiq alınır. Çerkesunov yumruqlamağı bacardı ilk zərbədə. Sonrasında Sənan Nəsirov. Üçüncü zərbədə isə artıq qeyri dəqiq bir zərbədir bu. Məhz bu da torları sarsmadı. Elcan Məmmədzadə.
Tamerlan Zeynalov hərəkətli qazandırdı. Asif Əhmədov oynadı. Rəşad Əliyev. Mehdi Məmmədova türbəsi. Gözəl hərəkətlər izlədi ondan. Asif Əhmədov. Məhz Elcan Məmmədzadəni düşündü. Müdafiə məhz. Kritik bir müdaxilə ilə uzaqlaşdırmağı bacardı. İndi Rəşad Əliyev. Ötürmənin qarşısını aldı. İlqar Əhmədov. Ötürməsi Əbülfəz Ələkbərova doğru. Məhz təzyiqi də davam edir rəqibə. Və tac atışı məhz İstiqlal futbol komandasının da İlqar Əhmədov yerini itirəcək. Rəşad Əliyev. Sənan Nəsirov oynadı. Asif Əhmədov qarşıladı bir qədər geriyə Tamerlan Zeynalovla. Elcan Məmmədzadə. Xeyr, Tural Baxışzadədir bu. Tural Baxışzadə yerdən göndərdi Əbülfəz Ələkbərov üçün. Yerdə qalır və penalti. Məhz Əbülfəz Ələkbərova edilən müdaxilə penalti dəyər qazanar. Böyük ehtimalla topun başında biz Əbülfəz Ələkbərovu görəcəyik. Ötən qarşılaşmada da məhz penalti qazandırmışdı. Penalti zərbəsini yerinə yetirdi düzgün şəkildə. Fərqi minimuma indirsə də qalibiyyət qolu üçün bu mümkün olmadı. İndi isə Əbülfəz Ələkbərov yerinə yetirəcək bu penalti zərbəsini İstiqlal futbol komandası adına. Topun başında Əbülfəz Ələkbərov İstiqlal futbol komandasının gol silahı. Böyük ehtimalla zərbəni o indirəcək. Baxacaq indi, dəqiqləşdirəcək. Təşəkkürlər Advan Fatim. Hal-hazırda kimin xəbərdarlığı gözlənir? Əbülfəz Ələkbərovdur topun başında. Əbülfəz Ələkbərov! Golkiperi rəhm etmək mümkün olmadı. Ötən qarşılaşmada məhz rəhm etməyi bacarsa da bu penaltini dəyərləndirmək mümkün olmadı. İndi Asif Əhmədov Zahir Hüseynova doğru. Qapı qarşısına ötürmə. Golkiper yerindədir. Məhz inamlı oynadı. Hər iki epizodda da bu alqışlar da məhz onundur. Uşaqlar ekranı bəyən 10.000 kaylin, 300 nəfərik. Bir zərbə geridə qalır, sonrasında Sənan Nəsirovun müdaxiləsi var idi. Uşaqlar ekranı bəyənin bir 300 nəfərik, 20.000 eləyək. Hesab 3-1. Hal-hazırda Ağcabədi futbol komandası, İstiqlal futbol komandası qarşısında 3-1'li üstünlük qurub. Qələbə onlara daha şəffaf görsənir. İndi Ağcabədi futbol komandasının oyuncusu yerdə qalıb. Az əvvəlki epizoddan. Ümid edirik, oyunu davam etdirə biləcək. Bu cür oyunlarda zədə arzu olunan deyil, hər iki tərəfə də. İndi Sənan Nəsirov yerinə yetirir. Rəşad Əliyevlə oynadı.
İlqar Əhmədova. Doğru. Devam etmək mümkün oldu, amma bu ötürmə qeyri-dəqiq qaldı. Taç atışı isə Ağcabədi futbol komandasında. Rəşad Əliyev avalansa da mümkün olmadı müdafiənin yersinə. İlqar Əhmədov özünü çatdırmaq mümkün oldu. Rəqibində təzyiqi var, uzaqlaşdırmaq bir qədər mümkün olmadı. Bir ötürmə, ikinci zərbə, az fərqlə out. Bu şans əldən qaçır. Şanslar hər iki tərəfə də bərabər paylanıb, hər iki tərəf də düzgün istifadə etmir bu şanslardan. Az əvvəl Bilpəz Ələkbərovun penalti zərbəsini düzgün yerinə yetirməməsi, indi isə də bu epizodun tam düzgün şəkildə sonlanmaması ilə bağlı. Hal-hazırda Ağcabədi futbol komandası üstün tərəfdir. Bir zərbə geridə qalınır. Bəs yerdə qalsa da İlqar Əhmədov özünü çatdırmağı bacardı. Müdafiənin gerisinə Bilpəz Ələkbərova doğru. Son anda bir müdaxilə. Mehdi Məmmədov qarşıladı. Zahir Hüseynova doğru. Daban ötürməsi Yasim Əhmədovdan. Ondan da Bilpəz Ələkbərova. Son anda bir müdaxilə. Bu nəyin refleksiyasıdır? Bilpəz Ələkbərov gün zərbəsinin yerini itirəcək. Taç atışını yerinə itirəcək. Səhvimizi düzəldəcək. Zahir Hüseynov oynadı. Bir qədər sözünü saxladı. İlqar Əhmədova doğru qapı qarşısına. Bir tərs vuruş. Çərçivəni sarsıtmaq mümkün olmadı. İlqar Əhmədov qarşıladı. Rəşad Əliyevə yönəlik. Getdi bu ötürmə, amma İlqar Əhmədov da epizod öncəsi yerdə qalır. Bir qayda pozuntusu. Və məhz az əvvəl izlədiyimiz fair play-dir. Rəşad Əliyev qarşıladı. Tural Baxzadə ötürməsi Zahir Hüseynova. Müdafiənin gerisinə Can Məmmədzadə. Golkiper. Nəyin bahasına olursa olsun topu rəm etməyə bacardı. Asım Əhmədov Zahir Hüseynovu düşündü, amma müdafiə ön plandadır. Rəşad Əliyev Asım Əhmədovla oynadı. Tamerlan Zeynalov sağ şınaqdan hücum qurur. Qapı qarşısına bir ötürmə. Elcan Məmmədzadəyə doğru. Məhz onun üçün sürətli idi bu ötürmə. 3-1'lik Ağcabədi futbol komandasının üstünlüyü təşkil olunur. Məhz qarşılaşmada İstiqlal futbol komandası qarşısında. Bilpəz Ələkbərov meydanın hər yerindədir bu adam. Hər yerindədir bu adam. İstər müdafiə, istər hücum. Tapılmaz cəbhər mi sən adam? Sadəcə şans onun yanında deyil bugün. Müdafiənin ən gerisinə Zahir Hüseynova doğru. Məhz müdafiə yenidən uzaqlaşdırmağı bacardı. İlqar Əhmədov. Rəşad Əliyevlə oynadı Bilpəz Ələkbərov. İlqar Əhmədov. Bir qədər geriyə məhz Rəşad Əliyev. Qapı qarşısına Zahir Hüseynov qarşıladı, amma yenidən uzaqlaşdırmaq mümkün olur. Rəşad Əliyev.
Sonrasında Sənan Nəsirov Tamerlan Zeynalov oynadı. Yeniden sağ açılaqda hücum qurur. İstiqlal futbol komandası məşq atışını yerinə yetirəcək indi. Tamerlan Zeynalov. Region Ligası'da Ağcabədi futbol komandası 3-1 üstündür. İstiqlal futbol komandası qarşısında. Məhz Ağcabədi futbol komandasında da oyuncu dəyişiklikləri var. Məhz oyundan çıxan Ağcabədi futbol komandasının oyuncuları da alqışlanır. Bugünkü hal-hazırda ən azından oyunun bu dəqiqəsinə qədər qalibiyyətini davam etdirdikləri üçün. Mən spiker adam sevdim. Mən yazmışdım da gəlib şəkil çəkdim. Oyundan sonra çəkdim. Tamerlan Zeynalov tac atışını yerinə yetirəcək. Bəli, bu alqışlar məhz meydanı tərk edən oyuncular üçündür. Tamerlan Zeynalov. Blok olundu belə Ağcabədi rayonunda. Region Ligasının 4-cü turunda. Ağcabədi futbol komandası İstiqlal futbol komandasını qonaq edirdi. Üstün tərəf isə ev sahibi Ağcabədi futbol komandasıdır. Telefonlar sonrası 2 telefondur. Bəli, azarkeşlər üçün tribunada nəzərdə tutulub və tribunada çox yaxşıdır. Rəşad Əliyevdən kritik bir müdaxilə. Tamerlan Zeynalov təzyiqi bırakmır. Əbülfəzəl Əkbərov. Sonrasında isə Elcan Zarüsyanova top gəlib çatır. Müdafiə isə yerində və dəqiq bir uzaqlaşdırılma. Rəşad Əliyev. Əbülfəz Ələkbərov oynadı. İndi isə Asif Əhmədova doğru. İçəriyə doğru ötürmə düşüncəsi var idi Asif Əhmədovun, amma bu bir qədər istədiyi kimi alınmadı. Sənan Nəsirov. Kapitana layiq hərəkət. İnsə Zarüsyanov sonrasında Elcan. Elcan Məmmədzadə. Tural Baxırzadənin ötürməsi. Mehdi Məmmədov sonrasında Əbülfəz Ələkbərov. Bir rəqibini keçdi. İkinci rəqib. Sona qədər mübarizəsini aparır. Sona qədər aparır bu mübarizəni. Mehdi Məmmədovun ötürməsi Əbülfəz Ələkbərova. Onun ötürməsi keçmədi. İndi Elcan Məmmədzadə qarşıladı. Məhz o da istədiyi kimi ram etməyi bacarmadı. Bir müdaxilə var idi. İndi isə standart vəziyyət yerinə yetirəcək İstiqlal futbol komandası. Hesab 3-1. 3-1 üstün tərəfdə hal-hazırda Ağcabədi futbol komandası. Mavi geyimlilər. Məhz İstiqlal futbol komandası, qırmızılar isə Ağcabədi futbol komandası da qapı qarşısında bir ötürmə. Və son anda bir müdaxilə. Təhlükə sovuşmayıb qapı qarşısında tərs bir vuruş. Üst dirək. Artıq qarşılaşmada 3-cü səfərdir ki, üst dirək qoldan ayırır İstiqlal futbol komandasına. Və yenidən bir penalti. İlqar Əhmədov olunan bir müdaxilə penalti qazandırır ikinci səfər.
ikinci səfər penalti qazandırır məhz İstiqlal futbol komandasına. Yenidən penalti şansı fərqi minimuma indirmək adına. Görə indi topun başında hansı oyuncu gələcək? Görək bu penalti zərbəsini dəyərləndirmək mümkün olacaqmı? Düzgün şəkildə topun başında mən Tural Baxzadəni görürəm. İndi hansı bir oyuncu dəyərləndirəcək İstiqlal futbol komandasından? Hal-hazırda Tural Baxzadəni topun başında meydana ilk yarının başında daxil olub. İndi isə görək ram etmək mümkün olacaqmı bu zərbəni? Ağcabədi futbol komandasının qapısı tərəfindən. Görək bu duelonun qalibi kim olacaq? Tural Baxzadə! Əldən qaçan şanslar. Əldən qaçan şanslar. Bərabərlik şansı əldən qaçır. Əbülfəzəl Əkbərov, sonrasında isə Tural Baxzadə bu penaltini dəyərləndirə bilmədi. Və bir rəsmi xəbərdarlıq Zahir Hüseynova. Məhz etirazlarından böyük ehtimalla səbəbən sarı kartla cəzalanır Zahir Hüseynov. Qarşılaşmada xeyr, əfsuslar olsun ki, meydanda artıq Lewandowski deyil, Tural Baxzadə idi. Təbii ki də legioner və yaxud da uzun müddətli böyük klublarda çıxış etmiş bir oyuncu olsa, təbii ki də onun beləsində vura bilməmə ehtimalı da yüksəkdir. Əbülfəzəl Əkbərov sürətlənib, amma məhz topu qopardıb almaq mümkün oldu. Müdafiənin ən gerisinə gözəl ötürməklə oynadılar. Məhz son anda Sənan Nəsirov. Bəli, iki penaltini də dəyərləndirə bilmədilər. Asif Əhmədov. Qısa bir ötürməni oynadı. Qapı qarşısına Zahir Hüseynovla sürətlənib. Topa yetişərsə təhlükə ola bilər. Meydanda saxlamaq mümkün oldu, amma kimdə artıq bəli görüb. Meydanda saxlamaq mümkün olmadı bu ötürməni. Mehdi Məmmədov. Sənan Nəsirov oynadı, Asif Əhmədov. Mehdi Məmmədovla təkrardan Rəşad Əliyevlə. Mehdi Məmmədov özünü saxlamağı bir qədər bacarsa da sona qədər mübarizəni davam etdirə bilmədi. Tamerlan Zeynalov. Ram etməyi uzaqlaşdırmaq mümkün olmadı. Təhlükə İstiqlal futbol komandasının qapısının qarşısında da. İkinci bir zərbə olacaqmı? Yerdən göndərdilər. Son anda tərs vuruş Tamerlan Zeynalovdan gəldi. Tamerlan Zeynalov. Kritik bir müdaxilə gəlir ondan. Rəşad Əliyev. Uzaqlaşdırmaq mümkün olmadı. Təhlükə var. Yenidən Tamerlan Zeynalov. Refleksiyasını alışdırdı. VAR sistemi hal-hazırda ən azından olsa belə müraciət edən yoxdur. Çəkiliş var, VAR sistemi isə böyük ehtimalla yoxdur. Və məhz oyuncu dəyişiklikləri başlayacaq İstiqlal futbol komandasında.
Oyunun son 5 dəqiqəsində. İndi isə tac atışını yerinə yetirəcək böyük ihtimalla. Xeyr, tac atışı mıdır o, yoxsa standart vəziyyətdir daha doğrusu. Böyük ihtimalla. Çünki top yerdədir. Meydanın kənarında hal-hazırda məhz İstiqlaldan oyuncu görməsəm də dəyişikliyi başlayacaq. Birazdan məhz Region Liqasının 4-cü tur qarşılaşmasında bəli. Üstün telefonlar da bəli İlqar Əhmədov əvəzlənir. 44 nömrəsi ilə meydana daxil olacaq Fərhad Eyvazlı. Görək bu dəyişiklik nə cür təsir başlayacaq? Hal-hazırda bir qədər tələsməyən tərəf Ağcabədi futbol komandasının üstün telefonlardır. Müdafiənin geçsinə Sənan Nəsirov qarşıladı Fərhad Eyvazlı. Məhz oyuna girər-girməz topa ilk toxunuşunu etdi. Yerində bir müdaxilə etdi. Hal-hazırda 3-1'lik Ağcabədi futbol komandasının üstünlüyü. Təşkil olunur qarşılaşmada. Gün zərbəsini sürətli yerinə yetirdiler. Fərhad Eyvazlı qarşısında. Fərhad Eyvazlı məhz yaxın məsafədə keçid vermir rəqibə. Sona qədər mübarizə apardı indi Elcan Məmmədzadə. Bir penalti qazandırır rəqibə. Elcan Məmmədzadənin bu müdaxiləsi Ağcabədi futbol komandasına penalti qazandırdı. İndi görək Çərkəz Hüseynov mu yoxsa rəqib oyuncu mu? Bu duellonu kim qazanacaq? Oyunun son dəqiqələrində fərqi artırmaq adına və minimum üstünlüyü qorumaq adına hal-hazırda oyunun bu son dəqiqələrində penalti qazandı Ağcabədi futbol komandası. Müdaxiləni edən Elcan Məmmədzadə idi 17 nömrəsi ilə rəqibə penaltini hədiyyə etdi. Artıq bu penaltidən də doğru şəkildə istifadə olunarsa, düzgün yerinə yetirilərsə, qalibiyyət birbaşa sığortalanacaq Ağcabədi futbol komandası adına. Azərkeşlər də həyəcanlıdır. Həyəcan son anda gələn bu müdaxilə ilə daha da artdı. İndi isə penalti atışı yerinə yetiriləcək. Çərkəz Hüseynov bugün gözəl seyibləri ilə yadda qaldı. Görək bugünü məhz yaxşı sonlandırmaq mümkün olacaqmı? Akif'in piti gəldi. Bir zərbə və gol. Bəli, artıq sığortalanır bu qalibiyyət. Çərkəz Hüseynov, məhz Çərkəz Hüseynov daha doğrusu bu duelloda məğlub olan tərəf olur. Və məhz zəfər gününə özəl olaraq da bu cür gol sevinci gəlir Ağcabədi futbol komandasından alqışlara layiq bir məhz gol sevinci idi bu. Artıq zəfərimizin 5 ili tamam olur.
Xeyr, artıq ikinci hissənin sonlarıdır. Artıq 4-1 üstün tərəf Ağcabədi futbol komandası da. Əlcan Məmmədzadə. Məhz ötürməsi keçmədi, istədiyi kimi alınmadı. Offside bayrağı da havadadır. Gücdən zərbədirmi? Bəli, gücdən zərbədir, offside deyil. Gücdən zərbə yerinə itirəcək. Tural Baksa deyil, İstiqlal futbol komandası fərqi azaltmaq adına. Təbii ki də bu penaltilər İstiqlal adına yaranan bu penalti şansları doğru dəyərləndirilsəydi, indi fərq yaxud da qarşılaşmanın senarisi tam başqa ola bilərdi. Eyvazlıdan Sənan Nəsirov müdafiənin girisində Fərad Eyvazlı ilə oynadı. İşi şansa bırakmadı. Əmir Fəzəl Ekbərov ötürməsi Əlcan Məmmədzadə. Təhlükə ola bilər. Asif Əhmədov istiqamətinə gəlib çatmır ötürmə. Müdafiənin ən gerisinə Tamerlan Zeynalov qarşıladı. Ay, bir pas xatası var. Təhlükəli ola bilər. Son anda Tamerlan Zeynalov özünü bağışlatmağı bacarır. Artıq oyunun son saniyələri, son dəqiqələri. Ağcabədi futbol komandası öz evində bir boşa zərbə. Hardan hara indirdi zərbəni. Məhz bu sonki nöqtəni qoymaq idi. Və bununla da qarşılaşma sona yetir. Ağcabədi rayonunda Region Liqasının 4-cü turunda Ağcabədi futbol komandası İstiqlal futbol komandası ilə qarşı-qarşıya gəlirdi. Və üstün tərəf, qalib tərəf Ağcabədi futbol komandası oldu. Ağcabədi futbol komandası 5, İstiqlal futbol komandası isə 1. Sizinlə mən idim Mirağa Ələsgərov. Gələn görüşlərə dək